Salam, bugün mən sizə coğrafi test toplusu Elvin Sultanov müəllimlərin işə qəbulu, sertifikasiya, abituriyent, olimpiyadaya hazırlıq üzrə ikinci nəşr test toplusu 2023-2024-cü illər səhifə 344-dən başlayaraq bir neçə məsələlərin izahını verəcəyim. Əhali bölməsindən dünya əhalisi, etnos və etnogenez bölməsində məsələlərin izahını verim. Və məsələlərin izahını verməmişdən əvvəl bir neçə qeydlər edək. Məsələ həllərində bizə lazım olacaq. Demək, ölkə əhalisi, işləməkdən yayınanlar, əmək ehtiyatları və əmək qabiliyyəti olmayan, 16 yaşa qədər olanlar, xüsusi təyinatlı müəssisələrdə olanlar və işləməyən təqaüdçülərə aiddir, bölünür. Əmək ehtiyatları özü iki yerə bölünür. Məşğul əhali, yəni fəal əhali, işgüzar əhali və bir də işsizlərə bölünür. Və bir də işsizlik səviyyəsini tapmaq istəyiriksə, işsizlik səviyyəsi nə deyilir? Hər hansı bir ölkənin iqtisadi və sosial səviyyəsini göstərən amillərdən biri də işsizlik səviyyəsidir. İşsizlik səviyyəsi işsizlərin əmək ehtiyatının sayına nisbəti ilə müəyyən edilir. Baxın, bu cür düsturumuz bu cürdür. Və keçək məsələmizə. Ölkə əhalisi 40 milyon nəfər, onlardan 3,5 milyonu 16 yaşa qədər olanlar, 2 milyon nəfər təqaüdçülər, 0,5 milyon nəfər işləməkdən yayınanlar, 0,6 milyon nəfər isə işsizdir. İşsizliyin səviyyəsini müəyyən edin. Bizdən işsizliyin səviyyəsini müəyyən etməyini istəyir. Səhifə 344-də baxaq. 3,5 milyon üzərinə gəlirik 2 milyon. Toplayırıq 0,5 milyonu. Ümumi əhalimiz olur 6 milyon nəfər. Və 10 milyon əhalimizin sayı 10 milyon nəfərdir. 10 milyon nəfərdən çıxırıq 6 milyon, tapırıq 4 milyon nəfəri, yəni əmək qabiliyyətli əhalini tapmış oluruq. Baxın, bayaqları qeyd etdik. Əmək ehtiyatları, işləməkdən yayınanlar və əmək qabiliyyətli olmayanlar və s. Və buradan biz əmək ehtiyatlarını tapırıq. Əmək ehtiyatlarımız olur 4 milyon nəfər. Demək, işsizliyin səviyyəsini tapmaq istəyiriksə, işsizlərin sayı 0,6 milyon nəfərdir. Fikir versək, 0,6 milyon nəfərdir. Bölürük, əmək demək, qabiliyyətli əhalinin sayına bölürük və 100-ə vururuq. Buradan tapırıq 15%. Və növbəti məsələmizə baxaq. Ölkə əhalisi 15 milyon nəfərdir. Onlardan 1,5 milyonu 16 yaşa qədər olanlar, 2 milyon nəfəri təqaüdçülər, 1,5 milyon nəfər işləməkdən yayınanlar, 1,2 milyon nəfər isə işsizdir. İşsizliyin səviyyəsini müəyyən edin. Yenə bayaqki qaydada burada toplayırıq. 1,5 milyon üzərinə 2 milyon, 1,5 milyon, toplamda 5 milyon nəfər etdi. Və 15 milyondan 5 milyonu çıxırıb tapırıq 10 milyon əmək ehtiyatlarının sayını tapmış oluruq. Yenə də baxın, düsturda yerinə qoyuruq, rəqəmləri yazırıq, tapırıq. Buradan işsizlik səviyyəsi 12% olar. Məsələ 35-ə baxaq. Yaponiyanın əhalisi 127 milyon nəfər, sahəsi 378 min kvadrat kilometrdir. Ölkədə əhalinin orta sıxlığını müəyyən edin. Əhalinin sıxlığını tapmaq istəyiriksə, ölkə əhalisinin sayını ölkə əhalisinin sahəsinə bölürük. Baxın, düsturda rəqəmləri yerinə qoyub tapırıq. Demək, təqribi 336 nəfər kvadrat kilometr. Məsələ 69-a baxaq. Piramida tipli məsələdir. 2000-ci il üçün tərtib edilmiş əhalinin cins yaş piramidasına əsasən ölkədə ordu sıralarına çağırışı, demək, çatışmazlığı təqribən neçənci illərdə müşahidə olunacaq. Əgər piramidaya fikir versək, çağırışçı, yəni 5 yaşlarında və bir də 9 yaşlarında təbii artımda azalma müşahidə olunmuşdur.
bu yaş aralıqlarında təbii artım azalma müşahidə olunmuşdur. Fikir versək piramidaya. Ona görə də biz 2000-ci ildən əvvəlcə biz bilirik ki, əskərliyə 18 yaşında aparılır və 18 yaşından çıxırıq 5 yaşı, 5 il, 18 yaşdan çıxırıq 9 il, toplamda cavabımız 13 və 9 il edir və 2000-ci üzərinə gəldik 13, tapıraq 2013 və 2009. Deməli 2013 və 2009-cu illərdə demək əskərliyə çağırış zamanı, yəni burada ordu sıralarında çatışmamazlıq müşahidə olunacaqdır. Məsələ 113-ə baxaq. 69-a yox. 2008-ci ildə ölkədə əhalinin sayı demək 8 milyon 800 min nəfər. Təbii artım isə hər 1000 nəfərə 11 nəfər olmuşdur. İllik mütləq artımı hesablayın və biz bilirik ki, hər 1000 nəfərə 11 nəfər düşürsə, buradan tənasib qurub tapırıq, demək təbii artımı tapmış oluruq, 96.800 nəfəri tapmış oluruq. Yəni illik mütləq artımımız olur. Məsələ 118-ə baxaq. Ölkə əhalisinin orta sıxlığı hər kvadrat kilometrdə 150 nəfər, ölkə əhalisinin sayı 33 milyon olarsa, ölkənin sahəsini təyin edin. Burada da yenə də bayaqki düsturdan biz istifadə edirik. Əhalini bölürük, əhalinin sayını bölürük ölkə ərazisinin sahəsinə. Burada rəqəmləri yerinə qoyub tapırıq. Demək 220 min kvadrat kilometr edər. Məsələ 120-yə baxaq. Ölkə əhalisinin orta sıxlığı 65 nəfər kvadrat kilometr, sahəsi isə 200 min kvadrat kilometr olarsa, ölkə əhalisinin sayını təyin edin. Yenə də düsturumuzda rəqəmləri yerinə qoyub tapırıq. Buradan rəqəmləri yerinə qoyub, buradan tapırıq. Demək 13 milyon nəfəri tapmış oluruq. Məsələ 121-ə baxaq. Belçikada əhalinin sayı 11 milyon 200 min nəfər. Ölkənin sahəsi 30,5 min kvadrat kilometr. Ölkədə əhalinin orta sıxlığını hesablayın hər kvadrat kilometrdə. Yenə də bayaqki kimi rəqəmləri düsturda yerinə qoyub yazırıq. Ölkə əhalisinin sayı 15 milyon nəfər, kənd əhalisinin sayı 3 milyon 750 min nəfərdir. Ölkənin urbanizasiya səviyyəsini hesablayın. Demək, ölkə əhalisinin sayı 15 milyon nəfərdən çıxırıq. Kənd əhalisinin sayını və tapırıq şəhər əhalisinin sayı. Şəhər əhalisinin sayı 11 milyon 250 min nəfər olar. Və urbanizasiya səviyyəsi 15 milyon 100%dirsə, 11 milyon 250 min x buradan tapırıq 75%. Deməli, urbanizasiya səviyyəsi 75% olar. Məsələ 123-ə baxaq. 123-də nə deyir? Demək, ölkədə işsizlik 35%, iqtisadi cəhətdən fəal əhalinin sayı 19 milyon 500 min nəfərdir. Ölkənin əmək qabiliyyətli əhalisinin ümumi sayını hesablayın. Əmək qabiliyyətli əhalini istəyir bizdən. Və əgər 35%dirsə, qeyd edir ki, işsizlik 35%dirsə, yəni 100%-dən 35% çıxıb, tapırıq fəal əhalinin sayını. Çünki bayaq biz getdik, əmək qabiliyyətli əhali məşğul əhalidən, yəni fəaliyyətdə olan əhalidən və bir də işsizlərin sayından ibarətdir. Ona görə də 100%-dən çıxırıq. 35% tapırıq, 65%, yəni fəal əhalinin faizini tapmış oluruq. Demək və qeyd edir, orada qeyd edir, fəal əhalinin sayı 19 milyon 500 min nəfər 65%dirsə, 100% 30 milyon nəfər. Yəni ümumi əmək ehtiyatları 30 milyon nəfər edər. Məsələ 124-ə baxaq.
Ölkədə işsiz əhalinin sayı demək 42 milyon nəfərdirsə, iqtisadi cəhətdən fəal əhalinin payı 60%-dir. Yenə də baxın, əmək qabiliyyətli əhalinin sayını istəyir bizdən. 100%-dən 60%-ə çıxıb tapırıq 40%, yəni işsiz əhalinin faizini tapmış oluruq və 42 milyon nəfər 40%-dirsə, işsizlərin faizi 40%-dirsə 100% x buradan tapırıq 105 milyon nəfər ümumi əmək ehtiyatları 105 milyon nəfər olar. Məsələ 125-ə baxaq. Ərazisi 80 min kvadrat kilometr olan ölkədə əhalinin sıxlığı 1980-ci ildə 40 nəfər kvadrat kilometr, 2015-ci ildə 55 nəfər kvadrat kilometr olmuşdursa, ölkədə orta illik təbii artımı hesablayın. Bizim düsturumuz vardır. Yenə də əhalinin sayını əraziyə bölürük, ölkə ərazisinin sahəsinə bölürük. Burada rəqəmləri yerinə qoyub tapırıq. Rəqəmləri tənlik həll edib tapırıq 3 milyon 200 min nəfər əhalini tapmış oluruq. Və bizə deyir ki, 2015-ci ildə, 2015-ci ildə isə 55 nəfər olmuşdur. Sıxlıq 55 nəfər olmuşdur. Burada da rəqəmləri yerinə qoyub, buradan tapırıq ölkə əhalisinin sayı olur demək 4 milyon 400 min nəfər. Və illərə baxaq. 2015-ci illə 1980-ci il arasında 35 il vaxt fərqi vardır. Yəni 35 il vaxt fərqi vardırsa və biz 4 milyon 400 min nəfərdən çıxırıq 3 milyon 200 min nəfəri tapırıq 1 milyon 200 min nəfər. Yəni 1 milyon 200 min nəfər 35 il ərzində olmuşdur. Fikir versək, 1 il ərzində x buradan tapıb demək 1 il ərzindəki artım tapırıq və sonra bizə qeyd edir ki, demək ölkədə orta illik təbii artımı hesablayın. Orta illik təbii artım, yəni bu tapdığımız demək ümumi əhali artım, yəni mütləq artımımız 100%-dirsə, yəni fikir versək orta illik olar 1,7%. Yəni orta illik təbii artımımız 1,7% olar. Doğru cavabımız C variantında düzgün verilmişdir. Məsələ 126-ya baxaq. Ölkənin əhalisi 77 milyon nəfər, bir ildə doğulanların sayı 850 min nəfər, ölənlərin sayı 465 min nəfər olmuşdur. Hər 1000 nəfərə düşən təbii artımı hesablayın. Və ölkə əhalisi doğulanlarla biz bilirik ki, təbii artım tapmaq üçün nə edirdik? Doğulanlardan ölənlərin sayını çıxırdıq. Və ona görə də birinci doğulanların sayından, yəni 850 min nəfərdən çıxırıq ölənlərin sayı 465 min nəfər, tapırıq təbii artım olur 385 min nəfər. Bu oldu bizim təbii artımımız. Əgər demək 77 milyon nəfərə 385 min nəfər düşürsə, 1000 nəfərə də 5 nəfər düşər. Bu da olur bizim məsələmizin həlli. Məsələ 127-yə baxaq. Ölkə əhalisinin sayı 28 milyon nəfər, əmək ehtiyatları 19,6 milyon nəfər, işsizlərin sayı 5,188 milyon nəfərdir. Əmək ehtiyatlarının ümumi əhalinin və işsizlərin isə əmək ehtiyatlarının neçə faizini təşkil edir. Burada da məsələmizi həll edək. Əgər 28 milyon nəfərimiz ümumi əhalinin sayıdırsa, 100%, 19,6 milyon nəfər buradan 70% edir. Yəni əmək ehtiyatlarımız olur 70%. Və qeyd edir ki, əmək ehtiyatları ümumi əhalinin neçə faiz və işsizlərin isə əmək ehtiyatları neçə faizini təşkil edir. Və burada 19,6 milyon nəfər 100%dirsə, 5-dən 188 milyon nəfər 30% edər. Yəni demək işsizlərin sayı 30% edər. Burada doğru cavabımız A variantında düzgün verilmişdir. Fəal əhalisinin sayını bizdən soruşmur. Lakin mən burada qeyd etmişim. 13,72 milyon nəfər fəal əhalinin sayı edər. Məsələ 131-ə baxaq. Ərazisi 150 min kvadrat kilometr olan ölkədə
Əhalinin sıxlığı 1970-ci ildə 50 nəfər kvadrat kilometr, 2015-ci ildə 70 nəfər kvadrat kilometr olmuşdur. Orta illik təbii artımı hesablayın. Bayaqki kimi yenə orta illik təbii artımı hesablayaq. Yenə də əvvəlcə burada illəri hesabladım. 2015-ci ildən çıxdım 1980-ci il, yəni tapdım 45 ili. 45 il ərzində və bir də düsturda rəqəmləri yerinə qoyuruq. Buradan tapırıq 75, demək 7 milyon 500 min nəfər. Sonra ikincidə tapdım, demək 10 milyon 500 min nəfəri tapmış oldum. Və çıxanda 3 milyon nəfər edər. Fikir versək 45 il ərzində 3 milyon nəfər edir. Bir ilə baxın bu rəqəmimiz alınır və əgər 7 milyon 500 min nəfər 100%dirsə 66 min 666,6 nəfər 0,9% edər. Məsələ 132-yə baxaq. Ölkənin əhalisi 2010-cu ildə 32 milyon 500 min nəfərdirsə, 2015-ci ildə 36 milyon 750 min nəfər olmuşdur. Bu dövrdə orta illik təbii artım neçə min nəfər və neçə faiz olmuşdur. Və illəri yenə çıxırıq. 2015-ci illə 2010-cu il arasında 5 il, demək vaxt fərqi 5 ildir. Rəqəmləri də çıxanda tapırıq 4 milyon 250 min nəfər tapmış oluruq. Yəni illər üzrə əhalimizin sayı demək 4 milyon 250 min nəfər olmuşdur. Və 5 il ərzində bu qədər olmuşdursa, 1 ilə 850 min nəfər olmuşdur. Və sonra bizdən nə istəyir? Deyir ki, bu dövrdə orta illik artım neçə min nəfər və faiz nə qədər olmuşdur? Neçə faiz olmuşdur? Faiz üzrən hesablasaq, yenə də baxın, demək fikir versək 2010-cu ildə 32 milyon 500 min nəfər olmuşdur. 32 milyon 500 min nəfər 100%dirsə 850 min nəfər x buradan tapırıq 2,6% olmuşdur. 137-yə baxaq. Ölkə əhalisi 15 milyon nəfər, onlardan 5 milyonu 16 yaşa qədər olanlar, 4 milyon təqaüdçülər, 1 milyon nəfər işləməkdən yayınanlar, 1 milyonu işsizlər, işsizliyin səviyyəsi müəyyəndir. Bayaqki məsələdir, yəni eyni həll qaydası eynidir. Buradan toplayırıq, tapırıq 10 milyon nəfər tapırıq. Ümumi əhalinin sayından 10 milyon çıxıb əmək ehtiyatlarını tapırıq. 5 milyon nəfər əmək ehtiyatlarıdır və düsturda yerinə qoyub yazırıq. Demək 1 milyon işsiz əhali 1 milyon nəfərdirsə, baxın burada qeyd edib 1 milyon işsizdir. Və bölürük əmək ehtiyatlarının sayını, bölürük, vururuq 100-ə, tapırıq 20%. Məsələ 138-ə baxaq. A ölkəsinin sahəsi 80 min kvadrat kilometrdir. Bunun da 10% su sahəsinin demək payına düşür. Ölkə əhalisinin sayı 3,6 milyon nəfər olarsa, ölkənin quru sahəsinin hər kvadrat kilometrdən düşən əhalisinin sayını hesablayın. Yəni ölkə əhalisinin faizi 100%dirsə, ərazisinin faizi çıxırıq 10%. Yəni su sahəsinin faizini tapırıq, quru sahəsinin faizi. Quru sahəsinin faizi olur 90%. Və ölkə ərazisinin sahəsi 80 min kvadrat kilometrdirsə, bu 100% qəbul ediriksə, 90% x buradan tapırıq. Quru sahəsinin kvadrat kilometrini tapırıq. 72 min kvadrat kilometr. Və bizə ölkə əhalisinin sayını verir. Ölkə demək əhalisinin sayı 3,6 milyon kvadrat kilometrdirsə, baxın rəqəmləri yerinə qoyub yazırıq. 3,6 milyon nəfər bölürük 72 min kvadrat kilometr sahəyə. Buradan tapırıq sıxlıq olur 50 nəfər kvadrat kilometr. Məsələ 143-ə baxaq, tez-tez izahını edək. Sahəsi 100 min
kvadrat kilometr olan ölkənin 2000-ci ildə əhalisinin orta sıxlığı 80 nəfər kvadrat kilometr, 2010-cu ildə 100 nəfər kvadrat kilometr olmuşdur. Buna əsasən əhalinin orta illik təbii artımı neçə faiz olduğunu müəyyən edin. Sahəsi verilir 2000-ci ildə, 2010-cu ildə və onlar 2010-cu illə 2000-ci il arasında 10 il vaxt fərqi vardır. Yenə də baxın, burada rəqəmləri yerinə qoyuruq. 80 nəfər, sıxlıq 80 nəfər kvadrat kilometr tənlik formasında yazıb tapırıq. Əhalinin sayını tapırıq, 80 milyon nəfər əhali. Və digər 2010-cu ildə isə 100 nəfər əhalinin sıxlığı 100 nəfər kvadrat kilometr olmuşdur. Burada da rəqəmləri yerinə qoyub yenə də əhalinin sayını tapırıq. 10 milyon nəfər əhalinin sayı olar. Və sonra bizə qeyd edir ki, 10 milyondan fikir versək, bizə 10 milyondan çıxırıq, 8 milyonu tapırıq, 2 milyon nəfər tapmış oluruq. Yəni 10 il ərzində artım 2 milyon nəfər olmuşdursa, 1 il ərzində 200 min nəfər olar. Faizlə isə hesablasaq, demək 2000-ci ildə əhalinin sayı olub 8 milyon nəfər, bayaq tapmışdıq. 8 milyon nəfər, 100%dirsə 200 min nəfər, x buradan tapırıq 2,5% olmuşdur. Yəni illik təbii artım 2,5% olmuşdur. Məsələ 145-ə baxaq. 145-də nə deyir? Əhalinin sayı 72 milyon nəfər olan ölkədə kişilərin sayı qadınların sayının 80%-nə bərabər olarsa, bu ölkədə hər 1000 nəfər kişiyə düşən qadınların sayını müəyyən edin. Tənlik formasında həll etdim. Demək, əgər qadınların sayı, baxın burada qeyd etmişəm, x ilə qeyd ediriksə, kişilərin sayı 0,8x. Qeyd edir ki, yəni 80%-nə bərabərdirsə 0,8x, yəni kişilərin sayı. Və toplayanda ümumi əhalinin sayı edir. Qadınların sayı, üzəgəlinə kişilərin sayı bərabər 72 milyon nəfər. Buradan tənlik formasında edəndə x bərabərdir 40 milyon nəfər. Əgər 40 milyon nəfər qadınların sayıdırsa, fikir versək, 40 milyon nəfər qadınların sayıdırsa, kişilərin sayı, yəni 0,8-i vururuq 40-a. Tapırıq 32 milyon nəfəri tapmış oluruq. Və qeyd edir ki, 1000 nəfərə nə qədər düşər? 32 milyon nəfərə 40 milyon nəfərdirsə, kişi düşürsə, fikir versə, qeyd edir burada. Bu ölkədə hər 1000 nəfər kişiyə düşən qadınların sayı. Hər 1000 nəfərə x burada. 32 milyon kişiyə 40 milyon qadın düşürsə, baxın burada qadınların sayı 40 milyon, o kişilərin sayı 32 milyon. Düşürsə, 1000 nəfərə, demək, buradan bölüb tapırıq 1250 nəfər düşər. 1250 nəfər düşər. Məsələ 146-ya baxaq. X ölkəsinin əhalisinin sayı 648 milyon nəfər, sıxlığı isə 150 nəfər. Yəni biz buradan sektor bucağı düsturundan istifadə etməliyik. Çox geniş həlli misalı var. Misalın geniş həlli var, açıq qeyd edəcəyim. X ölkəsinin əhalisinin sayı 648 milyon nəfər, sıxlığı isə bu qədərdir. Yenə də baxın, düsturumuz var. Biz keçən dərslərdən etmişik bu düsturla. Məsələmizin həllini rəqəmləri yerinə qoyub buradan tapırıq. 4 milyon 320 min nəfər, daha doğrusu 1000 kvadrat kilometr. Sahəmiz ölkə ərazisinin sahəsi oldu bu qədər. Və indi biz sektor bucağını tapmalıyıq. Sektor bucağını tapanda fikir versək, sektor bucağı. Qeyd edir ki, 12A ölkəsinin, A şəhərinin, yəni həmin ölkə ərazisində sahəsi oldu 3 milyon 200 min nəfər, 4 milyon 320 min nəfər, 1000 kvadrat kilometr. Bu oldu bizim ölkə ərazimizin sahəsi. Sahəsi oldu bu qədər, düzdür? Və qeyd edir ki, A şəhərinə uyğun sektor bucağı həmin ölkədə 12 dərəcədir.
Ümumi 360 dərəcəmiz 100% qəbul ediriksə, 12 dərəcəmiz x bərabərdir 3,3%. Deməli 3,3% edər. Və indi istəyirik ki, biz sahə üzrə tapaq. Görək nə qədərdir, neçə kvadrat kilometrdir. 4.320.000 kvadrat kilometr 100%dirsə 3,3% x. Buradan tapırıq 142.560 kvadrat kilometr. Bu da oldu demək ki, A şəhərinin kvadrat kilometri, yəni sahəsi. Və həqiqi sahəmiz oldu bu qədər. Burada yazmışam 142.560 kvadrat kilometr. Sonra digər şəhərə baxaq. B şəhərinin uyğun sektor bucağı isə 7 dərəcədir. İndi isə 7 dərəcə ilə tapaq. 7 dərəcədirsə, baxın 360 dərəcəmiz 100%dirsə, 7 dərəcəmiz x. Buradan tapırıq 1,9%. 1,9%dirsə, əgər ölkə ərazisinin sahəsi 4.320.000 kvadrat kilometr 100%dirsə, 1,9% edər 82.080 kvadrat kilometr. Bu oldu sahə. B ölkəsinin, B şəhərinin sahəsi. Sahəsi oldu 82.080 kvadrat kilometr. İndi isə baxın, sektor bucağı ilə biz A şəhərinin və B şəhərinin tapdıq sahələrini tapdıq. Həmin şəhərlərin miqyası 1 bölünsün 10 milyon. 1-in 10 milyon olan nisbətli xəritədəki sahələri arasındakı fərqi hesablayalım. İndi biz tapacağıq xəritədəki sahəni. Birinci A şəhərində tapdıq həqiqi sahəmiz oldu 142.560 kvadrat kilometr. Düzdür? Miqyasımız da oldu 100 kilometr. Çünki biz ədədi miqyası izahlı miqyasa çevirəndə həmişə hesablamışıq. Biz 100.000-ə bölürük. 100.000-ə bölürük. Məxrəci 100.000-ə bölürük. Yəni 10 milyonu 100.000-ə böləndə 100 kvadrat kilometr edər. Və bizim düsturumuz var idi. Xəritədəki sahəni tapmaq istəyiriksə, həqiqi sahəni bölürük miqyasın kvadratına. Buradan tapırıq, baxın burada da aydın qeyd etmişəm. 142.560-ı bölürük demək 100-ün kvadratı 10.000. Buradan tapırıq 14,256 kvadrat santimetr. Yəni xəritədəki sahəmiz oldu bu. İkinci şəhərdə, bu A şəhəri idi. İndi ikinci şəhərdə, B şəhərindəkini tapırıq. Həqiqi sahəmiz burada verilmişdir. Bölürük miqyasın kvadratına yenə də. Çünki eyni xəritə üzrə deyir. Demək 82.080 kvadrat kilometr bölürük 10.000 kilometrə, yəni miqyasa bölürük. Buradan tapırıq 8,208 kvadrat kilometr. Yəni xəritədəki sahəni tapmış oluruq. Və onların fərqi, yəni 14,256-dan çıxırıq 8,208 bərabərdir təqribi 6,48, yəni təqribi 6 kvadrat santimetr edər. Yəni daha ətraflı qeyd etdim məsələni. Burada daha ətraflı baxa bilərsiniz. Və sonuncu məsələmizə baxaq. Məsələ 151-ə baxaq. Hər bir kənd əhalisi 10 nəfər ölkə əhalisini ərzaqla təmin edir. Ölkə əhalisinin sayı 40 milyon nəfər olarsa, bu ölkənin urbanizasiya səviyyəsini müəyyən edin. Və biz bilirik ki, baxın, bütün ölkələrdə var. Deməli, ölkədə əmək qabiliyyəti olmayan əhalinin sayının məşğul əhalinin sayına olan nisbəti demoqrafik yük adlanır. Yəni ki, hər bir işlək əhali işləməyən əhalini, yəni misal üçün dünyada orta hesabla hər 1100 məşğul əhali təqribən 70 nəfər uşaq və təqaüdçünü təmin edir. Əgər fikir versək, bir kənd əhalisi 10
nəfər ölkə əhalisini saxlayırsa, bu cür də qeyd etmək olar. Yəni 2 cür həll yolu var. 10x bərabərdir 40 milyon. Buradan tənlik formasında yazırıq 4 milyon kənd əhalisi və yaxud da 40 milyondan çıxırıq 4 milyon tapırıq 36 milyon şəhər əhalisini tapmış oluruq. 40 milyon 100%dirsə 36 milyon x buradan tapırıq urbanizasiya olur 90%. Və yaxud da bu cür etmək olar. 40 milyonu bölürük 10-a, tapırıq 4 milyon. 4 milyondan da çıxırıq 40 milyondan 4 milyonu çıxıb tapırıq 36 milyonu. Əgər 40 milyonumuz 100%dirsə, yəni ölkə əhalisinin sayı 40 milyon nəfərdir. 36 milyon x buradan tapırıq 90% edər. Yəni urbanizasiya, bu ölkənin urbanizasiya səviyyəsi 90% edər.